Myślę, że her gecə bizdən xoş gördük. Əvvəlcə baş etmişik Valdastan Broadcast oyunla bağlı fikirlər bildirəcək. Daha sonra siz sonlarınızı Please coach, your first comments about today's match. Well, very pleased with the win because it's a really difficult place to come, as you see, like other teams, how much they suffer on this pitch. For a technical team that likes to possess the ball and control the game, it's very difficult to play here. But every time you give a pass, even 10-15 meters pass, ball bounces 5 times. And it's congratulations to my players who did not have any excuse, who went on the pitch. I think first goal on 10th minute already take a lot of pressure from us, and I'm happy that we scored, that we won, that nobody got injured, and congratulations to Sabak family, and we're moving on next game till the break, Sumgait on next Thursday, so now all our focus on this game. Bugünkü qalibiyyətdən dolayı həqiqətən çox məmnunam. Çünki bu meydança elə bir yerdir ki, burada oynamaq çox çətindir. Digər komandalarda buraya gəldikdə həddindən artıq çətinlik çəkiblər. Texniki cəhətdən üstün olan bir komandalar üçün burada topa nəzarət etmək, topa sahib olmaq həqiqətən də artıq həddindən artıq çətindir. 10-15 metrə məsafə olarkən belə topu ötürmə verərkən top həqiqətən də sıçrayır və bundan dolayı bugünkü qalibiyyətdən dolayı bütün Sabah ailəsini, oyuncularımı təbrik edirəm. Çox şükürlər olsun ki, bugün qalib gəldi və bu qalib ayrılarkən buradan zədəsiz və zədəsiz ayrılırıq, zədələnmədən ayrılırıq və bu oyunu hər zaman qeyd etdiyim kimi unuduruq. Qarşıdan gələn 4-cü gün Sumqayıtla oyunumuz var və bütün köklənməmiz, fokuslanmamız bu oyunadır. Son olanlar buyursun. Komanda bir məhsuldar oyun keçirdi. Hərçənd hücum xəttində bugün itkilər var idi. Ümumiyyətlə mövsüm ərzində baxsaq, uzun müddət Şafranko yoxdur, bir müddət Mikels yox idi, bir müddət Xəyaliyev oynaya bilmirdi. Adlar dəyişir, amma hücum oyunun keyfiyyəti dəyişir, stabilliyi qoruya bilir, məhsuldar oyunlar keçirir Sabah. Bunun sirri nələrdir? Açıqlaya bilər. Sanazıq xüsusi bir sirri var. Xüsusi bir reseptisi. Today we have seen very productive match. Coach, in offense, the names they are changing. Like Shafranko is not playing now. Mikels has returned. Khayal sometimes he has played, but quality always the same. Can you say us recipe, Mister, of this is quality? It's no mystery, it's no receipt. It's just the players responding to coaching. I think we have identity, we have a style, we are aggressive, and whoever plays, like they fit into the system and they do the job. Of course, I'm very happy, like for young players like Maluda, like Hayal, like Umar, they scored quite a few goals. I think between them, if I'm not wrong, is 15 goals. Like between those 3 young players. I don't know how many teams in Azerbaijan league have the same, and Mikels of course has quality, can score, but I don't want to mention one player. I think like it's more important, especially at this stage of the season, that everybody who needs to play going in and contributing. Look, like it was period when Kahim Paris didn't play that much. Now, like last 3 games, 3 goals. What we can say, like Jesse Sekidika, of course, it was difficult season for him because of injuries, but more and more like coming into form exactly when we need him. So it's down to players' responsibility. I really hope and I believe, and that they believe in what we're doing. They trust in the process, and we trust in them. And I always say, like that we guys, what we do, we can play much better. We can play even better. The potential of this team is really high. It's just like time, work, focus to reach that potential. When we're gonna reach the top, I don't know, but I really believe that we are a team in the progress at the moment. Mən deyə bilərəm ki, bunun heç bir sirri yoxdur. Sadəcə bizim oyuncularımız bizim verdiyimiz tapşırıqlara düzgün şəkildə cavab verirlər. Artıq deyə bilərəm ki, bizim öz kimliyimiz, öz stilimiz, öz tərzimiz yaranıb və oyuncularımız da bu sistemə uyğunlaşırlar, düzgün şəkildə istədiklərimizi yerinə yetirirlər. Mən deyə bilmərəm
bizim çempionatda var yoxsa yoxdur. Amma 3 gənc oyunçumuz, əgər yanlış xatırlamıramsa, Maluda, Xəyal, Ömər hər üçü 15 dəfə fərqləniblər. Mikelsi də qeyd eləmək istəyirəm. Mikels də qayıtdı, amma yenə də bu mərhələdə çempionatın bu mərhələsində mən oyunçuları fərqli şəkildə fərqləndirmək istəməzdim. Çünki hansı oyunçumuz meydançaya daxil olur, o bizə böyük töhfələr verir. Necə ki, Kahim bir müddətdə çıxış eləmirdi, amma son 3 oyunda çox yaxşı şəkildə çıxış eləyir və 3 qol vuraraq fərqlənmişdir. Sekidikanı qeyd eləmək istəyirəm. Sekidika da zədədən qayıdıb və yavaş-yavaş oynadıqca öz formasını bərpa eləməkdədir. Məncə bu onların məsuliyyətli çıxış eləməkdir. Onların üzərlərinə məsuliyyəti götürməsindən ibarətdir. Biz inanırıq, öz işimizə güvənirik, onlara güvənirik, onlar da bizə inanırlar. Amma mən düşünürəm ki, biz daha da yaxşılarını eləyə bilərik, daha da yaxşı çıxış eləyə bilərik. Çünki bu komandanın buna potensialı var, bizim potensialımız çox yüksəkdir. Sadəcə vaxt, çalışmaq və prosesə inanmaq lazımdır və mən inanıram ki, nə vaxtsa biz özümüzün ən yüksək həddinə çatacaq bu işləri gördükdən sonra. Başqa suallarınız yoxsa mətbuat konferansına If there are no questions, we can close our presentation.